Yığıb demirsiniz ki, orada bir kız var, əqli qusurludur. Yəni ayağı işləmir, üzr istəyirəm. 4 tane oğlanla münasibətli olur. Bu ne bir yapışılıqdır. Zaurdan söhbət ki, yazıq Zaur onları yığır ki, onları adam eləsin. Görün biz hələ buna Allah, üzr istəyirəm Allah'tan, qurban olun başıma gələr. Dəvəyə qanat verməyib, bu qızın ayaqları işləmir. Atası bundan imtina elədi. Bir evi var, bir maşını var. Gah o oğlanla görüşür, gah bir müğənni ilə görüşür. Bu nədir? Və reytingdə birinci yerdədir bu sosial verilişdə. Niye göre ictimai televizyasında əlaçı verilişi var? Rayondan uşaqlar gəlir əlaçılar. Mən o verilişe baxıram. Niye o reytingə düşmür axı? Niye oturup baxmırlar? Tolik, bu bizim bildiklərimizdir. Bilmədiklərimiz çox şeylər var. O deyir, o insanda bir güvən olmalı deyək. Yəni özünə o qədər güvənir, belə özünü o qədər sevir ki, yəni mən özümü sevirəmsə, hamı da məni sevməlidir. Elə bu Tutu xanımı mən düşünürəm ki, o özünü çox sevəndir. Ona görə öz-özünü aldadır ki, hamı da məni sevə bilər. Bu Tutu xanımdan keçdik. Heç Tutu xanımda olan bu güvən var ha. Gənc yaxşılarımda məndə olmayıb. Mən düşünürəm ki, bir çox gənc qızlarda bu yoxdur. Bəs yaxşı bir kişilərə nə deyək? Bu kişilərə nə deyək? Bu bir müğənni var idi. Mən heyrət elədim, onu gördüm. Normal, boyu, buxunu, ifası, hər şey yerində. Bu adam necə bax bu xanıma yaxınlaşıb. Düz o inkar etdi ki, yox aramızda heç bir münasibət olmayıb. Amma digərləri dedi, olub. Bu Tutu xanım, biraz gözünə qara çəkir, biraz dodağına da rəng çəkir. Bu özünü yuya bilmir də, düzdür. Bu özünü təmiz saxlaya bilmir. Kimsə onu yumalıdır, təmizləməlidir, paltarın yumalıdır. Bax siz bir adam ki özünü yuya bilmir, təmizləyə bilmir. Bax ona necə yanaşmaq olar ay kişilər? Ay kişilər, siz niyə bunu edirsiniz? Həyat yoldaşınız evdə var, 3 dənə sevgiliniz var. Bu qızdan niyə istifadə edirsiniz? Bax, bilmirəm, ifadə edə bilmirəm bir çox şeyləri. Yəni, bu şikəst qızdan nə istəyirsiniz? Yaxşı, bunu başa düşdük Tolik demişkən. Yenə də deyirəm, Tolik, bizim bu bildiyimiz, bilmədiyimiz çox şeylər var.